Nə? Bakıda Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları platformasının təsis konfransı keçirilib. Konfransda dünya əhalisinin təxminən 80%-nə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərlərinin vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib. Prezident İlham Əliyev Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları platformasının təsis konfransının iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: Hörmətli konfrans iştirakçıları, bugün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları platforması təsis olunur. Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində qoşulmama hərəkatı ölkələrinin qeyri-hökumət təşkilatlarının Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdı. Bundan əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox qeyri-hökumət təşkilatının təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdı. 100-dən çox ölkədən 500-ə yaxın qeyri-hökumət təşkilatının birləşdiyi COP29 qeyri-hökumət təşkilatı koalisiyasının sonraki dövrdə Qlobal Cənub Qeyri-hökumət Təşkilatları platformasının təsisatlanması məqsədi ilə təşəbbüs qrupuna çevrilməsi birgə koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdi. Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən qoşulmama hərəkatına 2019-2023-cü illərdə sədrlik eləyərək inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə eləmiş, mühüm qlobal təşəbbüslərdən çıxış etmişdi. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, qoşulmama hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdı. Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını, qoşulmama hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir. Azərbaycanın Qlobal Cənubla Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı Bakı sıçrayışının əldə edilməsi ilə nəticələnmişdi. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr eləyir. Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf elətdirmək üçün bu gün də əzmdən çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədi ilə Qlobal Cənubla Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik. İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa eləmiş bir dövlət kimi Azərbaycan az inkişaf eləmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk eləyir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqik. Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd eləyir. Xalqlara faciələr, köləlik, istirab gətirən bu cür davranışları qəbul edilməz hesab eləyirik. Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl eləyən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət eləyən, dinlər arası, sivilizasiyalar arası, mədəniyyətlər arası dialoqu daim güclü təşviq eləyən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizdən xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni ədalətli dünya düzəni qura bilərik. Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı platformasının fəaliyyətinə uğurlar arzu eləyir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibəti ilə təbrik eləyirəm. Azərbaycana hər zaman güvənə bilərsiniz.